Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycan üzrə hava proqnozu bölgələrdə gözlənilən hava şəraiti salam, hörmətli izləyicilər. Bugün sizə Azərbaycanın müxtəlif bölgələri üzrə gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edirik. Ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Bəzi bölgələrdə günəşli hava üstünlüyü təşkil etsə də ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış ehtimalı var. Mülayim küləklər əsəcək və temperatur göstəriciləri mövsüm normasına uyğun olacaq. İlk olaraq paytaxt Bakı və Abşeron yarımadasına nəzər salaq. Gün ərzində hava dəyişkən buludlu olacaq. Günəş şüaları zaman-zaman buludların arasından görünəcək. Yağıntı gözlənilir. Şimal-qərb küləyi arabir güclənə bilər. Havanın temperaturu gecə saatlarında 20 dərəcəyə yaxın, gündüz isə 30 dərəcəyə yaxın olacaq. Dəniz sahillərində hava istirahət üçün əlverişli hesab edilir. Aran rayonlarında, o cümlədən Bərdə, Ağacabədi, Tərtəri, Yevlax, Kürdəmir, Zərdab, Sabirabad və Satlı istiqamətlərində hava əsasən günəşli keçəcək. Gün ərzində temperatur yüksək olacaq. Günorta saatlarında açıq ərazilərdə günəş şüalarının təsiri daha çox hiss ediləcək. Külək zəif və mülayim olacaq. Fermerlər və kənd təsərrüfatı ilə məşğul olan şəxslər üçün hava şəraiti əlverişli qiymətləndirilir. Qərb bölgələrində Gəncə, Şəmkir, Tovuz, Qazax və ətraf rayonlarda dəyişkən buludlu hava müşahidə olunacaq. Günün ikinci yarısında bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı istisna edilmir. Temperaturun yüksək səviyyədə qalacağı gözlənilir. Külək əsasən qərb istiqamətindən əsəcək. Şimal bölgələrində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında hava əsasən mülayim olacaq. Səhər və axşam saatlarında havanın nisbətən sərin keçəcəyi gözlənilir. Dağlıq ərazilərdə buludluluq arta bilər. Bəzi yerlərdə qısa müddətli yağış müşahidə oluna bilər. Şəki-Zaqatala bölgəsində də hava dəyişkən buludlu olacaq. Gün ərzində günəşli saatlar üstünlük təşkil etsə də, axşam saatlarında dağlıq ərazilərdə yağış ehtimalı mövcuddur. Temperatur rahat və mövsümə uyğun səviyyədə qalacaq. Lənkəran, Astara bölgəsində rütubətli hava şəraiti davam edəcək. Səhər saatlarında duman müşahidə oluna bilər. Gün ərzində hava əsasən mülayim keçəcək. Bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Yaşıllıqlarla zəngin olan bu bölgədə hava təbiət gəzintiləri üçün münasib hesab edilir. Dağlıq rayonlarda, o cümlədən Qəbələ, Oğuz, İsmayıllı, Lirik, Yardımlı, Kəlbəcər və Laçın istiqamətlərində hava nisbətən sərin olacaq. Günün ikinci yarısında bəzi ərazilərdə göy gurultusu ilə müşahidə olunan qısa müddətli yağışlar müşahidə edilə bilər. Dağ yollarında hərəkət edən sürücülərə diqqətli olmaq tövsiyə olunur. Naxçıvan Muxtar Respublikasında hava əsasən günəşli keçəcək. Yağıntı gözlənilmir. Temperatur gündüz saatlarında yüksək olacaq. Axşam saatlarında isə havanın nisbətən sərinləşəcəyi gözlənilir. Ümumilikdə Azərbaycan ərazisində yaxın saatlarda və gün ərzində hava şəraitinin əsasən əlverişli keçəcəyi gözlənilir. Ayrı-ayrı dağlıq rayonlarda qısa müddətli yağışlar müşahidə olunsa da, əksər bölgələrdə günəşli və mülayim hava şəraiti üstünlük təşkil edəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Yeni hava proqnozları və gündəlik məlumatlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, növbəti görüşlərədək.